Hörmətli izləyicilər, şək yoxdur ki, Ramazan ayının müsəlmanlar üçün xüsusi yeri var. Bu ay ibadət və Allaha yönəlmək ayıdır. Bu ay şəhvətlərdən, qafilliklərdən və dünyaya bağlılıqdan qurtulma ayıdır. Bu ay ruhi yüksəlişə və təmizliyə nail olmaq üçün böyük fürsət ayıdır. Buna görə də iman əhli bu ayı sevinclə qarşılayır və bu ayda rəhmət, bağışlanma, oddan qurtulma diləyirlər. Baxmayaraq ki, bu hörmətli ayda müsəlmanların çoxu Allaha tərəf yönəlir, ona üz tuturlar, bununla yanaşı bəzi xətalara yol verirlər. Bu, o həddə çatır ki, artıq bu xətalar mübarək Ramazan ayında edilən pis vərdişlərə çevrilir. Bugünkü video çarxımızda məhz Ramazanda edilən pis vərdişlər haqqındadır. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ramazan ayını başqa aylar kimi qarşılamaq. Bəzi insanlar Ramazan ayına qədəm qoyduqda nə bu ayın fəzilətini bilir, nə bu ayda tövbə edir. Tövbəsini təzələmir, bu aya xalis niyyətlə və düzgün əzmkarlıqla hazırlaşmır, yəni bu ayın onun həyatında bir təsiri olmur. Beləcə o vərdiş şəklində oruç tutur. Ona orucundan aclıq və susuzluqdan başqa bir şey qalmır. Orucun hikmətlərindən, faydalarından, mənalarından və məqsədlərindən heç nəyi ağlına gətirmir. Orucun hökm və ədəblərindən bir şey öyrənməyi özünə çətinlik sayır. Heç şək yoxdur ki, belə insan artıq böyük bir xeyri və savabı əldən vermişdi. Xatırladaq ki, kanalımızda Ramazan ayı və oruçla bağlı bir çox videoçarxlar mövcuddur. Onları izləyərək bu pis vərdişdən qurtulmaq üçün ilk addımı atmış olacaqsınız. Allah bizi də, sizi də xeyrə müvəffəq etsin. Yemək və içməkdə israfçılıq etmək. Ramazan ayı ilə əlaqəli pis vərdişlərdən biri də yemək və içməkdə israfçılıq etməkdir. Bura çoxlu yemək, həddən çox ərzaq, qida məhsulu almaq, yeməyi hədər etmək və s. daxildir. İnsanlardan elələri vardı ki, bu aya yemək içmək üçün tədarük edib saxlamaqla hazırlaşır. Sanki o, qida və su tapılmayan döyüşə, aclığa və ya qıtlıq ilinə hazırlaşır. Belələri, orucun əsl məqsədinə əks olaraq hərəkət etmiş olurlar. Çünki orucun məqsədi şəhvətləri, xüsusən də qarın və cinsi şəhvətləri azaltmaqdır. Məhz belə etməklə nöqsansız və uca Allaha yönəlmək, qəlbi Allahın zikrinə, şükrünə və ibadətinə ayırmaq mümkün olur. Həmçinin orucun məqsədlərindən varlı kimsənin aclığın, susuzluğun acısını dadmasıyla kasıbların və imkansızların çətinliklərini xatırlayaraq onlara rəhm etmələri, onlara yardım əlini uzatmaları, onların çətinliklərini yüngülləşdirməyə çalışmalarıdır. Amma o kəslər ki, gündüzləri yemək içməkdən imtina edirlər, gecələri isə həddən artıq miqdarda müxtəlif yemək içmək qəbul edirlər, belələrinin halı çox zaman halsızlıq, ibadət etməkdə tənbəllik və rahatlıq axtarmaqla nəticələnir. Həmçinin pis vərdişlərdən biri də artıq qalan yeməklərin zibil yeşiklərinə atılmasıdır. Əgər o şəxslər işlərini nizamlı etsəydilər, yeməyi ehtiyacları olan qədər hazırlayar, artıq qalan yeməkləri kasıblar üçün ayıra bilərdilər. Bununla da Peyğəmbərin sallallahu aleyhi və səlləm bu hədisinə əməl etmiş olardılar. Kim bir oruçlunu yedizdirərsə, ona onun misli qədər savab yazılar. Gecəni yuxusuz qalıb faydasız keçirmək. Heç bir şək yoxdur ki, pis əməl özü ilə özü mislində olan pisliyə gətirib çıxarır. Necə ki, o insanlar Ramazanın səhərlərini yatmaqla və qəflətlə, gecələrini isə yuxusuz qalmaq, tənbəllik və insanlara əziyyət verməklə keçirirlər. Onlar küçələrdə, çayxanalarda, ticarət mərkəzlərində və ya evlərində ekran qarşısında vaxtlarını hədər edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu. Qiyamət günü qul 4 şey barəsində soruşulmayınca ayaqları heç yana tərpənməz. Ömrünü nəyə sərf etməsi, cavanlığını necə keçirməsi, malını hardan qazanıb və hara xərcləməsi və dünyada hansı əməlləri etməsi. İslam alimlərindən İbnül Qeyyim rahimallah demişdi. Bu itkilərin ən böyüyü qəlbi və vaxtı zay etməkdir. Qəlbi zay etmək, dünyanı axirətdən önə keçirməklə, vaxtı zay etmək isə uzun-uzadı arzu xəyallarla olur. Çoxlu televizora baxmaq. Bəzi müsəlmanlar il boyu vaxtının bir çox hissəsini televizor önündə və ya digər sosial platformada keçirir. Ramazan ayı yetişdikdə isə artıq alüdə olduğu bu vərdişdən ayrıla bilmir.
Beləcə insan bir televiziya kanalından digərinə, bir filmdən başqa bir filmə keçərək Ramazan ayını bitirir. Bir çox müsəlmanlar Ramazan ayında vaxtının çox hissəsini sosial şəbəkələrdən istifadə etməklə hədər edirlər. Şək yoxdur ki, bu da orucun savabını azalda bilər. Bu, günahlara qapı açan pis vərdişlərdəndir. Bu ay bütünlüklə müsəlmanın islahına səbəb olmalı, gözün, qulağın, dilin və qəlbin, xüsusilə bütün əzaların orucu olmalıdır. Bəzi oruç tutanların pis əxlaqı. Ramazanda edilən pis vərdişlərdən biri də bəzi oruç tutanların pis əxlaqlı davranışlarıdır. Onlar tez qəzəblənir, söyüş və ya lənətləməyi çoxaldır, əxlaqsız sözlər, yalan, böhtan və insanlara qarşı həddini aşan sözlər işlədirlər. Təəccüb doğuran məsələ budur ki, əgər sən belə birisini tənbih etsən, sənə oruçlu olduğunu əsas gətirəcəkdir. Sanki oruc pis əxlaqın, çirkin sözün və boşboğazlığın səbəbidir. Belə iddiada olmaq onların orucun həqiqətindən və hikmətindən cahil olduqlarına dəlildir. Allahın elçisi sallallahu aleyhi və səlləm həqiqi oruçlunun insanların səhvlərindən keçən və orucu salamat qalsın deyə Allahı razı salmaq üçün öz haqqını belə istəməyən olmasını bəyan etmiş və buyurmuşdu. Əgər sizdən biriniz oruçlu günü olarsa, çirkin söz söyləməsin və cahillik etməsin. Əgər bir kəs onunla savaşar və ya onu söyərsə, qoy desin, mən orucam, mən orucam. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm orucun həqiqətini bəyan edərək demişdi. Oruç tutmaq, yemək və içməyi tərk etməkdən ibarət deyildi. Əslində faydasız işlərdən və çirkin sözlərdən oruç tutulur. Əgər bir kəs səni söyər və ya sənə qarşı cahillik edərsə, de ki, mən orucam, mən orucam. Həmçinin Allahın Rasulü belə buyurmuşdu. Kim yalan danışmağı, yalanla əməl etməyi və cahilliyi tərk etməzsə, bilsin ki, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Səhur etməmək və ya tezləşdirmək. Bir çox insanların səhur yeməyini yemədən oruç tutmaları geniş yayılmış yanlışlardandır. Onlar sadəcə gecənin ortasından biraz əvvəl yedikləri axşam yeməyi ilə kifayətlənirlər. Peyğəmbər isə Allahın ona salavatı və salamı olsun, bir çox hədislərdə səhur yeməyinə rəğbətləndirmiş, səhur yeməyi əmr etmiş və bunun fəzilətini bəyan edərək buyurmuşdu. Səhur edin, çünki səhur etməkdə bərəkət vardır. Həmçinin belə demişdi. Bizimlə kitab əhlinin orucu arasındakı fərq səhur yeməyidir. Son 10 gündəki tənbəllik. Həmçinin geniş yayılmış xətalardan biri də Ramazanın axır 10 günündə meydana gələn tənbəllikdir. İnsanlar ayın əvvəlini uca Allaha yönələrək, tövbə ilə, Allah qorxusu ilə başlayır, məscidlərdə insanların sayı artır və onların çoxu Qurana bağlı olur, lakin bu hal üzərində davam etmirlər. Əksinə, onlara yorğunluq və tənbəllik halı yavaş-yavaş üstün gəlir. Hər dəfə ay sona yaxınlaşdıqca onların tənbəlliyi də artır. Artıq 27-ci gecəyə çatdıqda və itirdiklərini qaytarmaq istədikdə bu gecədə çalışar, sonra isə əvvəlki hallarına və ya bundan daha betər hala qayıdarlar. Sanki onlar üçün artıq Ramazan ayı başa çatmışdı. Bütün bunların hamısı Allah elçisinin yoluna müxalifdir. Çünki o, axır 10 gündə digər günlərdən daha çox əzmkar olar, çalışardı. Peyğəmbərimizin həyat yoldaşı Ayşədən rəvayət olunub ki, axır 10 gün gəldiyi zaman Peyğəmbər sallallahu aleyhi və səlləm qurşağını bağlayar, gecəni ibadətlə keçirər və ailəsini də ibadətə oyadardı. Ona görə də gərək mömin kimsə bu azsaylı günlərdə və gecələrdə Allaha itaətdə səbirli olsun ki, qiyamət günü böyük əcrə və çoxlu savaba nail olsun. Təravih namazlarına laqeyd yanaşmaq. Geniş yayılmış xətalardan biri də bir çox insanların təravih namazlarına laqeyd yanaşmalarıdır. Onlardan bəziləri heç təravih namazı qılmır, halbuki Allah elçisi buyurmuşdu. Kim Ramazanı imanla və savabını Allahdan umaraq namaz qılmaqla keçirərsə, onun keçmiş günahları bağışlanar. Məscidə təravih namazına gedənlərin bəziləri isə imamla 2 və ya 4 rükət qılıb getməklə kifayətlənir. Allahın elçisi sallallahu aleyhi və səlləm buyurmuşdu. Kim imam ayrılıb gedənə kimi onunla bərabər namaz qılarsa, ona gecəni ibadətdə keçirməyin savabı yazılar.
Əziz müsəlmanlar, hörmətli izləyicilər, ümid edirik ki, bu məlumatlar sizin üçün faydalı oldu. Video çarxımızı bəyənməyi və yaxınlarınızla paylaşmağı da unutmayın. Xeyir paylaşdıqca artar.